Salam YouTube, Qrafon Online'dım. Sizin hər birinizə çox sağ ol deyirəm. Çox sağ olun ki, bu videonu seçdiniz. Çox sağ olun ki, keçən dəfəki videonu maraqla izlədiniz. Gözəl like edib, daha da gözəl kommentlər yazdınız. Minnətdaram sizə. Keçən dəfəki video vasitəsilə abunə olan hər kəsə təşəkkür edirəm. Bilirsiniz ki, mənim hədəfim 2025-ci ildə kanalın abunə sayının 20.000 olmasıdır. Mənə bu istəyə, bu hədəfə siz çatdıra bilərsiniz. Hərəniz bir dəfə xoşunuza gələn videonu paylaşsanız, Qrafon abunəsi 20.000-ə çatacaq. Sizdən bir dost kimi xahiş edirəm və inanıram ki, dostunuzun istəyini yerə salmazsınız. Sizə onu da demək istəyirəm ki, 25-ci ildə, yəni 2025-ci ildə Məni Tapana Hədiyyə Challenge-nin artıq hədiyyələri hazırdır. Yəni ki, Qrafon abunəçiləri bilir ki, 2023-cü ildən başlayaraq hər ilin yayında mən Məni Tapana Hədiyyə Challenge keçirəm və bu challenge-də hədiyyə təqdim edirəm. Əlbəttə ki, bu hədiyyəni qazanmaq üçün mütləq Qrafonun sosial şəbəkələrindən Instagram, Telegram, TikTok və əlbəttə ki, YouTube-una abunə olmaq lazımdır. Abunə olub xəbərdarlıqları qoşmaq lazımdır ki, Məni Tapana Hədiyyə Challenge-nin başlanmasına nə zaman start veriləcəyini qaçırmayasınız. Deyə bilərsiniz ki, hədiyyə nədir? Bir dəqiqə dayanın. Yox, bircə dəqiqə. Dayanın. Olmadı ki. Bu videonun sonuna kimi izləyin ki, biləcəksiniz ki, Məni Tapana Hədiyyə Challenge-ində hansı hədiyyələr sizdən birinin olacaq. Sizə bir də onu deyim ki, Qrafonun Telegram kanalına abunə olanlar artıq bilir ki, bizim hədiyyəmiz nədir. Ona görə də mütləq Qrafonun Telegram kanalına abunə olun ki, ən tez xəbərlər orada dərc olunur. Bəs bu günləri sizə hansı xəbərlər gözləyir? Bu günləri ən nazik smartfonlar haqqında sizə məlumat verəcəm. Galaxy S25 Edge-in akkumulyator tutumu bəlli oldu. Galaxy S25 Edge-in təqdimat tarixi müəyyən olundu. Galaxy S25 Edge o qədər də baha olmayacaq. iPhone 17 Air nazik korpusda çox iri displeyə sahib olacaq. iPhone 17 Air yüksək sıxlıqlı akkumulyatora sahib olacaq. iOS 19 bizi inqilab gözləyir. Xəbər başlıqları diqqətinizi çəkdiysə, bu videonu indidən like edirsiniz. Komment yazmağı da unutmursunuz. Kanala abunə olmayanlar, bu videonu izləyənlər kanala abunə deyillərsə, kanala ilk öncə abunə olsunlar, daha sonra videonu like etsinlər. Yeyib içməyin yanınızda nəysə varsa, mən başladım. Möcüzə baş vermədi. Samsungun ən nazik Galaxy S25 Edge-nin akkumulyator tutumu bəlli oldu. Samsung Galaxy S25 xəttində ən nazik smartfonun premyerası aprel ayında baş tutacaq. Enerji təchizatı xüsusiyyətləri Danimarka Sertifikatlaşma Agentliyinin məlumat bazasında verilib. Samsung Galaxy S25 Edge 3786 mAh-lıq normal tutumlu akkumulyator alacaq. Tipik tutum dəyərinə gəldikdə o 3900 mAh-lıq səviyyəsində olacaq. Beləliklə Samsung Galaxy S25 Edge əsas Galaxy S25-dən 100 amper kiçik batareya sahib olacaq. Zaryadka gücü 25 Watt olaraq qalacaq. Buna görə də siz mütləq böyük akkumulyator ömrü axtarmalısınız. Bununla belə smartfon 5,84 mm qalınlığında korpusa və 200 megapiksellik fotomatrizmə malik qoşa arxa kamera dizaynı ilə öyünəcək. Smartfonun texniki əsasını Snapdragon 8 Elite çipi təşkil edəcək. RAM-ın həcmi 12 GB olacaq. Samsung yanvar ayında Galaxy S25 Edge göstərən kimi hamı bir ağızdan dedi ki, bu smartfon kosmik qiyməti olacaq. Amma Aysun öz təxəllüsü ilə tanınan nüfuzlu insiderin sözlərinə görə Samsung Galaxy S25 Edge Galaxy S25 Plus ilə eyni olacaq. Beləliklə əsas konfiqurasiyada Samsung Galaxy S25 xəttinin ən nazik smartfonu $999 başa gələcək. ABŞ-da 12 GB RAM və 256 GB yaddaşa malik Samsung Galaxy S25 Plus elə bu qiymətə satılır. Galaxy S25 Edge-in Galaxy S25 Plus-dan çatışmayan cəhətləri var. Şübhəsiz ki, smartfonu əhəmiyyətli dərəcədə nazik korpusa və daha az çərçivəyə malikdir. Ancaq əhəmiyyətli bir çatışmazlığı da vardır. Beləliklə 3 arxa kamerası əvəzinə Galaxy S25 Edge arxa tərəfində yalnız 2 sensoru olan bir bloka sahibdir. Samsung Galaxy S25 Edge-i bu tarixdə təqdim edəcək. Flaqman aprel ayında buraxılacaq, lakin tirajı ciddi şəkildə məhdudlaşdırılacaq. Max GMB ləqəbli insider Samsungun Galaxy S25 Edge-in təqdimatını martın ortalarından aprelin 16-sına qədər təxirə saldığını bildirir. Insiderin sözlərinə görə ilkin istehsal 40.000 device-la məhdudlaşdırılacaq. Smartfon 3 rəngdə buraxılacaq: qara, gümüşü və açıq mavi. Galaxy S25 Edge Full HD Plus 120 Hz tezlikli və 1600 nit parlaqlığı olan 6,6 inçlik AMOLED displey alacaq. Performansı üçün 12 GB RAM və 1 TB-a qədər yaddaşa malik Snapdragon Elite prosesoru cavab etdi. Qutudan çıxarılanda device One UI 7-li Android 15-də işləyəcək. Smartfonun əsas kamerası 2 moduldan ibarətdir. 200 və 12 megapiksellik, home kamerası isə 12 megapiksellikdir. Galaxy S25 Edge seriyanın ən dəbli devicelarından birinə çevrilə biləcək, ultra nazik dizayn və premium sinifə aid edilir. Samsungun ən
Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom, dost kimi dost, internet provayderi. Biz isə davam edək. Samsungun ən nazik smartfonundan danışdım. İndi isə Apple'ın ən nazik smartfonu haqqında məlumat verməyin vaxtıdır. iPhone 17 Air nazik korpusda nəhəng ekrana sahib olacaq. Device'ın qalınlığı cəmi 5,5 mm olacaq, lakin ekran ölçüləri təsir edici olacaq. Etibarlı Insider IC Universe-a görə Apple'ın gələcək ultra nazik smartfonu iPhone 17 Air, iPhone 17 Pro Max-dan olan ekran alacaq. Sızmaya görə iPhone 17 Air-in korpusunun qalınlığı cəmi 5,5 mm olacaq. Bu da iPhone 17 Pro Max-dan əhəmiyyətli dərəcədə nazikdir. Hündürlüyü və eni eyni qalacaq. Air-in displeyi də Pro Max-dan nazik çərçivələrə malik 6,9 inçlik LTPO Super Retina-dan transfer olacaq. Kadr renderlər göstərir ki, kamera çıxıntısı nəzərə çarpacaqdır. Lakin onun dəqiq ölçüləri hələ məlum deyil. Apple-ın demək olar ki, bütün iPhone 17 seriyasının yenidən dizayn ediləcəyi barədə şayələr var. Bu device'ların rəsmi təqdimatı payızda gözlənilir. iPhone 17 Air yüksək sıxlıqlı akkumulyatora sahib olacaq. Nəhayət ki. Insiderlər hətta ultranazik korpusla təkmilləşdirilmiş bateriya ömrünü qeyd edirlər. Analitik Mincheko Apple'ın iPhone 17 Air-də yüksək sıxlıqlı batareyadan istifadə etmək planları haqqında məlumat paylaşıb. Eyni batareya qatından iPhone-da da istifadə olunacaq. Batareyanın dəqiq tutumları açıqlanması da yüksək sıxlıq texnologiyası device'in enerji səmərəliliyini artıra bilər. İncə korpusa baxmayaraq iPhone 17 Air-in batareya ömrü gözlənilenden daha yüksək olacağı deyilir. Bu Apple'ın enerji effektiv Sibir modemindən istifadəsi, ultra geniş kameranın olmaması və batareya üçün yerin artırılması ilə əlaqədar ola bilər. Bu dəyişikliklər device'in azaldılmış ölçülərini kompensasiya edəcək. iPhone 17 Air-in sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Sızıntılara görə onun qalınlığı 5,5 mm olacaq. iOS 19 bizi inqilab gözləyir. Düzdür, iOS 18 üçün də bunu demişdilər. Yəni keçənləri iOS 18 təqdim olmamışdan öncə belə bir məlumatlar var idi. Amma deyəsən bu informasiya, yəni iOS 19-un inqilab təqdim edəcəyi özünü təsdiqləyəcək. Yaşayarıq, görərik. Apple'ın əməliyyat sistemi iOS 7-dən sonra belə böyük dəyişiklik görməyib. Bloomberg-dan Mark Gurman iddia edir ki, iOS 19 çoxlu sayda yeniliklərə sahib olacaq və istifadəçilərin iOS haqqında düşüncə tərzini tamamilə dəyişəcək. Bu əməliyyat sisteminin tarixindəki ən böyük yeniliklərdən biri olacaq. iOS 12 il əvvəl 2013-cü ildə buraxılan iOS 7-dən sonra bu qədər yeni funksiyalar görməyib. İddialara görə Apple ikonkaları yenidən dizayn edəcək, interfeysi dəyişəcək, öz proqramlarının yenidən işləyəcək və s. Bəzi mənalarda iOS 19 Apple Vision Pro VR qarnituru üçün xüsusi əməliyyat sistemi olan Vision Pro-ya bənzəyəcək. iOS 19-un premyerası 2025-ci ilin iyununda WWDC 2025-də olacaq. Beta versiya təqdimatdan az sonra buraxılacaq. Son versiya sentyabr ayında iPhone-lara quraşdırılmaq üçün əlçatan olacaq. Gurman iddia edir ki, iPadOS və macOS-i də inqilabi dəyişikliklər gözləyir. Qrafonun çoxdankı abunəçiləri bilir ki, mən heç vaxt saat taxmamışam və indi baxanlar deyə bilər ki, sual ortaya çıxa bilər ki, Zaur heç vaxt saat taxmayıb. Bu nə məsələdir, nədir? Bu Dafit smart saatıdır. Çox funksional saatdır. Fitness funksiyaları var. Nəbzi ölçmək və qanda olan oksigenin həcmini ölçmək imkanları var. Bu saatın funksiyalarlığından danışmaq istəmirəm. Düzdür, çox maraqlı saatdır və çox funksional saatdır. Amma bu saatı qazanmaq üçün əlbəttə ki, qrafona abunə olmaq lazımdır ki, may-avqust ayları ərəfəsində məni tapana hədiyyə challenge-ində bu hədiyyələrdən birini qazana biləsiniz. Hədiyyələrin sayı 2, 3, 4 ola bilər. Yəni sizdən 3-4 nəfər bu hədiyyəni qazana bilər. Amma yenə də deyirəm, bu hədiyyələri qazanmaq üçün mütləq kanalın sosial şəbəkələrinə, yəni Instagram, Telegram, TikTok və əlbəttə ki, YouTube-una, yəni Qrafonun YouTube kanalına abunə olmaq lazımdır. Qrafona abunə olun ki, biz də sizi hədiyyələrlə sevindirək. Bugünlük isə bu qədər. Video xoşunuza gəldisə videonu like edirsiniz. Xoşunuza gəlmədisə mütləq dislike edin. Amma dislike edənlər mütləq kommentlərdə yazsın ki, bu videoda nə sizin xoşunuza gəlmədi. Kanalımızda daha çox maraqlı texnoloji zəngin videolar var. Siz bu videolara baxmaqda davam edirsiniz, kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Eğlendirir Grafon, abunenizi gözleyin. Comment yazdın süper Grafona hoş geldin. Grafon eğlendirir Grafon, abunenizi gözleyin.
gözle